Nə qədər qəribə də olsa, bu prosesdə Amerika Birləşmiş Ştatların üzərinə məsuliyyət düşürdü. O zamanki rəhbərliyin üzərinə. Niyə görə Birləşmiş Ştatların üzərinə? Yəni ki, bu sual da aktualdır. Çünki 20 yanvar faciəsi ona nə dəxli var? Məsələ ondadır ki, o zaman Birləşmiş Ştatların dövlət katibi James Baker idi. Və James Bakerin o zaman Birləşmiş Ştatların Rusiyadakı səfiri Notlaka bir məktubu var. Məktubda bunu da kim yazır, bu faktları? 1994-2001-ci ildə ABŞ dövlət katibi, yəni Bakerin müavini vardı, Talbot. Talbot ən yüksək səviyyədə aldı və qeyd edir. Yəni dövlət katibinin müavini səviyyəsində bu yazılıb. O qeyd edir ki, mutlaka məktub daxil oldu ki, siz SSR-nin Xarici İşlər Naziri Eduard Şevarnadzenin qəbuluna yazılın. Onunla görüşün. Və ona deyin ki, bu olub 1989-cu ilin dekabr ayının 24-ündə, lap dəqiq tarixini də deyirəm. Yəni fikir verirsiniz, 20 yanvar faciəsinə sayılı günlər qalıb. 89-cu dekabrın 24-ündə daxil olmuş məktubdur. Şevarnadzenin qəbuluna gir və ona denən ki, Sovet İttifaqı öz qoşunlarını əgər Rumıniyaya, bilirsiniz, Çavuşevski rejiminə qarşı o zaman üsyan qalxmışdı, Rumıniyaya qoşunlarını yeritsə, bu halda Birləşmiş Ştatlar Moskvanın bu hərəkətlərinə qarşı çıxmayacaq. Və bunu Şevarnadzeyə çatdıranda Şevarnadze dedi ki, yox, bizim artıq Sovet rəhbərliyinin yeni siyasəti var. Yeni siyasət sosialist ölkələrin daxili işlərinə qarışmamaq siyasətdir. Siz sadəcə Birləşmiş Ştatlar o zaman Panamaya qoşun yeritmişdi. Siz Panamada etdiyiniz avanturanı kompensasiya etmək üçün bizdə Rumuniyaya cəlb etmək istəyirsiniz. Biz buna getməyəcəyik. Bizim artıq Qarbaçov 84-cü ildə hakimiyyətə gəldikdən sonra bizim xarici siyasətimiz dəyişib tamamilə. Bu məlumatı verdi və Birləşmiş Ştatların da bu məlumatı bu cür niyyətli olduğu üzrə çıxdı həmin o Talbotun kitabında. İndi gəlin bunu analiz edəyən. Əgər deməli Sovet rəhbərliyi fikirləşir ki, sosialist ölkəsindən mənim qoşun yeritməyimdə Birləşmiş Ştatlar maraqlıdırsa, deməli SSR-nin bir respublikasına, hansı ki onun daxili iş sayılırlar 81-ci maddəyə görə konstitusiyanın, bu qoşun yeritsin, ümumiyyətlə Vaşinqtonun səsi çıxmayacaq. Ümumiyyətlə o sükutla izləyəcək. Çünki dediyim hadisələrdən xəbərləri var. Və nəhayət Birləşmiş Ştatlardakı çox güclü erməni lobbisi və diaspor var. Onlar da maraqlı olacaqlar ki, Azərbaycan xalqına qarşı nə qədər böyük təcavüz olsa, deməli, onların elə ürəyindən olacaq və Birləşmiş Ştatlar heç bir halda SSR-ə təzyiq göstərməyəcək. Bax, bu baxımdan Birləşmiş Ştatlarını da hesab edirəm ki, o zamanki rəhbərliyin üzərində böyük məsuliyyət düşürdü.